Bir Neftçalalı olaraq bugün qəşəng bir dənə, dəfkin bir də xəbər aldım. İcra Hakimiyyətindən bildirdilər ki, Neftçalada balıq festivalı olacaq 4 dekabrda. Dedim, nə gözəl, nə yaxşı. Hər yerdə festivallar olur. Bizim Neftçalamızın balığı var. Balıq harda yeyirlər, Neftçalada yeyirlər. Bunun festivalının olması gözəl bir şeydir. Elə bir Kür qırağında, bulvarda qəşəng bir təşkilatçılıq edir İcra Hakimiyyəti. Orada balıq tuta biləsiniz. Balıqçılıq tarixi, balıq məhsulları ala biləcəyik, balıq təyamları, yəni super bir festival olacaq. Balıq təyamları orada pişirəcəyik. Hər şey olacaq. Möhtəşəm bir festival sizi gözləyir. Bakıdan gələ bilərsiniz, Səlyandan gələ bilərsiniz. Hamını orada dəvət edirlər. Mən də orada olacağam dostlar. Ola bilsin ki, bir dənə stent düzəltdim. İndi fikirləşirik görə necə bir şey eləyək. Stentimiz olacaq orada. Qəşəng təyamlar hazırlayıb sizə təqdim eləyəcəyik. Əgər sizə maraqlıdırsa, inanıram ki, maraqlıdır. İzləyicilər də həmişə deyir ki, Neftçalaya gəlmək istəyirik, balıq yemək istəyirik. Hələ ən gözəl fürsətdir də. Hələ gəlin festivala. Orada balıqla bağlı hər şey tapacaqsınız. Mən də orada olacağam. Maraqlı bir festivaldır. 4 dekabr Neftçala hara bulvarı. O bayraq meydanı dillərə həmin yerdə. Sağ olun, dekabrın 4-ü görüşərik.